Ben Mərkəzi Parka gəlmişəm hazırda. Birinci dəfədir belə gözəl bir mənzərə ilə qarşılaşıram bu parkda təbii ki. Bura ilk dəfədir çıxıram. Bəlkə də siz tez-tez gəlirsiniz, görmürsünüz, amma mən birinci dəfədə çıxdığım üçün biraz heyrətləndirdi açığını desəm. Çünki çox gözəl görünür, videoda göstərə bilməsəm də. Mikrofonla bağlı mənə iradlar bildirilsə də, yəni gözəl mənzərələrin təəssüflər olsun ki, sakitliyi olmur. Ona görə də mən məcburam ki, səsim qəribə çıxsa da mikrofondan istifadə edim. Və sizinlə çox vacib bir mövzu ətrafında danışacağım. Hansı ki, günümüzdə, yəni ölkəmizdə çox insanda rast gəlinən problemlərdən biridir bu. Yəqin təxmin edirsiniz. Depressiya. Depressiya nədir? Ölkəcə depressiyada olan insanların sayı nə qədərdir? Təxmini neçə faiz əhatə edir? Bundan əlavə depressiya ilə bağlı yayılmış yanlış fikirlər hansılardır? Həm psixoloqlar arasında, həm də sadə insanlar arasında, yəni psixologiya ilə maraqlanmayan, sadəcə depressiya adını eşidib özünə diaqnoz qoymağa çalışan şəxslər arasında hansı yanlış fikirlər var? Bununla bağlı bugün danışacağım. Depressiyada olan insanların ən çox gəlmək istədiyi yerlərdən biri buradır məncə. Baxın. Bura gələndə özümü atmayayım kimi bir düşüncə gəlir. Təbii ki, normal insanlarda da belə bir fikir gələ bilər. Amma depressiyada olan insanlarda bu ciddi bir fikir kimi ağla gəlir və ağır depressiya məqamında təəssüflər olsun ki, bəzən insan o addımı atır. Neyse, gedirəm o birisi tərəfə. Düşünürəm ki, burada səs-küy nisbətən az olar aşağıya nisbətdə. Burada çəkilişimizi reallaşdıra bilərik. Video bəlkə də 5 dəqiqəni keçib artıq. Mən hələ heç bir şey danışmamışam depressiya haqqında. Ona görə biraz üzrlü sayın. Həm də belə diqqət yetirirəm ki, əsas mövzudan kənar bir şeylər danışılan videolarıma daha çox izləmə sayı gəlir. Məntiqsiz bir şey eləyəndə onu daha çox insanlar izləyir. Ona görə biraz məntiqsizliyə yer vermək olar deyə düşünürəm. Axır ki, belə bir yer tapdım. Ümid edirəm ki, burada mənim üçün rahat olacaq. Təəssüf ki, arxa fon olaraq o mənzərə düşmür. Amma yenə də bir şey düşünərəm. Yəni çox da ideal olmasa da, mən çəkiliş üçün bir yer tapmışam. Amma gözümə gün düşdüyü üçün eynəkdən istifadə edəcəm. Çəkilişlərdə diqqət yetirmisiniz. Bəlkə də mənim gözlərim günəşə çox həssasdır və həm bu məndə yorğunluq yaradır, həmçinin gözlərim tez yaşarır. Ona görə də bilmirəm nə dərəcədə sizi rahatsız eləyə bilər göz kontaktının olmaması. Elə mənim üçün daha rahatdır düşünürəm. Bugün sizinlə depressiya haqqında danışacağım. Təbii ki, mikrofondan istifadə etmək istəmirdim, amma yenə də məcbur səs-küyə baxdım, gördüm ki, mikrofonsuz alınmır. Kənar səslər həddindən artıq çoxdur. Depressiya nədir? Nə üçün insanlar hər bir gördüyü əlamətə depressiya adını verirlər, özlərinə depressiya diaqnozu qoyurlar. Həmçinin psixoloqlar arasında da yanlış fikirlər yayılır və yaxud da bunu qidalanma ilə düzəltməyə çalışırlar, dərmanla düzəltməyə çalışırlar. Bütün bu fikirlərə aydınlıq gətirməyi düşünürəm. Gəlin əvvəlcə başlayaq depressiya nədir və necə insanda özünü göstərir, bundan sonra həlli yolu nədir, əsas səbəbi nədir? Bununla bağlı sizə məlumat verməyi düşünürəm. Depressiya nevrotik pozuntuların tərkibində gedir və insanın ümumiyyətlə davranışlarına, emosiyalarına, günlük həyatına, yaşam keyfiyyətinə mənfi təsir göstərir. Və bu pozuntu xəstələrin beynəlxalq təsnifatında göstərilir. Pozuntunun özünə məxsus əlamətləri var. Siz istədiyiniz kimi bir neçə əlaməti götürərək depressiyanı ora belə deyim də, o əlamətlər əsasında depressiyanı özünüzə təyin edə bilməzsiniz. Bundan əlavə hansısa bir klinik psixoloq, ümumi psixoloq, uşaq psixoloqu, nə bilim adını psixoloq, coach qoyan hər hansı bir şəxs başqa birinə depressiya diaqnozu qoya bilməz. Bu diaqnozu ancaq psixiatrlar və nevroloqlar təyin edə bilər. O da əlamətlər əsasında. Diaqnozun özünün kodu var. Beynəlxalq təsnifatda bu koda əsasən diaqnozu təyin etmək mümkündür. İndi gəlin görək depressiya hansı əlamətlərlə özünü göstərir və biz o stereotip düşüncələrin necə qurbanı olmaya bilərik. Yəni bu haqda o qədər fikirlər yayılıb ki, biz düşünürük ki, hə, yəni bu kimi əlamətlər varsa demək ki, depressiyadır. Keçən dəfə bir video paylaşmışdım nevrosteniya haqqında, hansı ki, orada da oxşar əlamətlər var. Belə baxanda insanların çoxunda nevrosteniya müşahidə olunur. Bunu bəzi psixoloqlar və təəssüflər olsun ki, hətta bəzi psixiatrlar qarışdırırlar. Depressiya diaqnozu olan nevrosteniya diaqnozunu heç ümumiyyətlə bilmirlər deyə depressiya diaqnozu yazırlar. Bunun da psixoterapiya prosesi çətin gedir. Əgər insanda nevrosteniya varsa, təbii ki, depressiyanın biz
müalicə strategiyasını ora tətbiq eləməklə o qədər də nəticə əldə edə bilmərik. Amma depressiya diaqnozunu bilsək, onun səbəbini aydınlaşdırmaq bizim üçün daha rahat olar. Bəs depressiyanın hansı əlamətləri var? İndi siz bəlkə də bu barədə araşdırmısınız. Hansısa blogerlərin və yaxud da psixoloqların səhifələrində o əlamətləri oxumusunuz, məlumatınız var. Amma mən biraz konkret danışacağam, hansı əlamətlərlə biz depressiyanı təyin edə bilirik. İlk növbədə mən insanın baxıram fiziki olaraq özünü necə idarə edir. Burada ilk növbədə fiziki olaraq insanın yavaşlaması özünü göstərir. Yəni ümumilikdə insan özü yavaş, sərbəst bir insandırsa bu başqa bir məsələdir. Amma depressiya anında olan bir insan, depressiya vəziyyətinə düşən bir insan hərəkətlərini yavaşladır. Sanki hər şeyə həvəssiz yanaşır, yorğun olur, nə qədər dincəlsə belə özünü çox yorğun hiss edir, motivasiyası çox azdır. Yəni bədənində enerji hiss etmir ki, durub buradan yəni o birisi tərəfə keçsin. Bunu müşahidə etmək lazımdır. Başqa bir məsələ təfəkkür sürətinin zəifləməsidir. Hansı ki, təfəkkür sürətinin zəifləməsi dedikdə biz insanın düşünmə bacarığının ləngidiyini müşahidə edirik. Necə ləngiyir? Misal üçün biz hansısa bir ideyalar haqqında düşünürük, fikirlərimizi ifadə edirik. Amma depressiyada olan bir insanın düşüncələri ləngdir. O beynində səbəb-nəticə əlaqəsini qurmaqda çətinlik çəkir. Hadisələri əlaqələndirmək onun üçün çətin olur. Yəni o insanı danışdıranda ağır depressiyada olan insan ümumiyyətlə danışmaq istəmir. Danışmağa belə həvəsi olmur, halı olmur. Orta depressiyada olan insanlar biraz nisbətən hə, yox, bəli, xeyr şəklində cavablar verirlər. Yüngül depressiyada olan insan da müəyyən qədər danışır, amma hadisələri tam şəkildə əlaqələndirməkdə çətinlik çəkir. Bu təfəkkür sürətinin zəifləməsi ilə bağlıdır. İkinci bir əlamət kimi bunu düşünə bilərsiniz. Başqa bir əlamət yuxu pozulmasıdır və iştahın azalmasıdır. Bəzən qeyd edirlər ki, depressiyada iştahın artması və azalması. Yəqin ki, siz də bunu müşahidə eləmisiniz, amma depressiyada əsasən iştahın azalması özünü göstərir. Əgər bir insan çəki itirirsə, xüsusilə onun depressiyada olduğundan şübhələnə bilərik. Hər çəki itirənə depressiya demirəm, indi bunu da irad bildirənlər bilirəm ki, olacaq. Amma çəkisini itirən, yəni bu kimi əlamətlərlə yanaşı görürsünüz ki, insan çəkisini də itirib. Burada şübhələnmək olar onun depressiyada olduğundan. Deməli, qeyd etdiyimiz kimi yuxu pozulması, ya az yatmaq, ya çox yatmaq, bir də iştahın azalması, çəki itirilməsi, fiziki cəhətdən insanın özünü yorğun, tükənmiş hiss etməsi və təfəkkür sürətinin zəifləməsi. Bu üç əsas əlaməti nəzərinizdə saxlayın. İndi digər əlamətləri də sadalayın. Ən əsas əlamətlərdən biri əhval-ruhiyyənin aşağı olmasıdır. Yəni depressiyada olan bir insanın demək olar ki, ən birinci əlamətlərindən bu biri. Mən bunu ilk sıralarda qeyd etməli idim. Biraz ardıcıllıq sanki pozuldu. Əhval-ruhiyyənin aşağı olmasıdır. Hər şeyə motivasiyanın az olması. Bunları yəqin ki, bilirsiniz. Əvvəl maraq göstərdiyi bir şeylərə marağın azalması. Təsəvvür eləyin, insan heç bir şeyə maraq göstərmir. Tutaq ki, əvvəllər çox şeyə həvəsi var idisə, kitab oxuyurdu, idmanla məşğul olurdu. Həvəslə nə bilim, məşğul olduğu bir sahələr var idi. Amma indi insan onların heç birinə maraq göstərmir. Bundan əlavə sosial izolyasiya depressiya əlamətlərindən biri kimi görünür. Sosial izolyasiya, yəni insanın cəmiyyətdən özünü təcrid etməsi və digər insanlardan uzaqlaşması, heç kimlə söhbət etmək istəmir, heç kimlə ünsiyyət qurmur. Çölə çıxmaq istəmir, mənim həvəsim yoxdur, mənim halım yoxdur, məndən uzaq durun kimi fikirlər səsləndirir. Daimi kədər və üzüntü hissinin olması və intihar düşüncələri orta və ağır depressiyada özünü göstərir. Hətta ağır depressiyada intihar planları belə ola bilər. Yəni depressiyanın ümumi əlamətləri haqqında düşünürəm ki, bu qədər yetərlidir. Siz də bu əlamətlərə diqqət yetirin. Mən demirəm ki, əlamətləri başqa-başqa insanların üzərində sınayıb onlara psixoloqluq eləyin. Belə bir fikir səsləndirmirəm. Sadəcə ətrafınızda belə insanlar müşahidə edirsinizsə və yaxud da bu videonu izləyən şəxsən özün depressiyadan əziyyət çəkdiyini düşünürsənsə, mütləq şəkildə bir mütəxəssisə müraciət etməyini tövsiyə edirəm. Əvvəla bir psixiatra, əgər intihar düşüncələri aktivdirsə və hətta planlar belə düşünmüsənsə, psixiatra müraciət etməyin vacibdir. Onsuz da ağır intihar, daha doğrusu ağır depressiyada olan və yaxud da orta depressiyada olan bir şəxsin ümumiyyətlə müraciət etməyə də həvəsi olmur. Çox təəssüf ki. Amma bunları müşahidə edirsinizsə ətrafınızda, düşünməyin ki, o yalan danışır, o özünü rola qoyub və yaxud da əhval-ruhiyyəsi dəyişib keçəcək. Belə bir şey düşünməyin. Bu çox təhlükəli bir vəziyyətdir. Yəni hər an o insan özünə qəsd edə bilər.
Bu nəzərinizdə olmalı. Mən depressiyanın əlamətləri haqqında məlumat verdim. Depressiyanın səbəbləri haqqında danışacağam. Bundan əlavə olaraq əsas bir məlumat diqqətinizə çatdırmaq istəyirəm. Hansı ki, depressiyanın növləri var və bir çox insanlar bunun fərqində deyil. Təəssüflər olsun ki, bir çox psixoloqlar da depressiya deyir, amma depressiyanın növləri haqqında heç yerdə məlumat vermirlər. Baxın, bu kimi əlamətlər fərqli səbəblərdən yaranır. Və buna görə də, bu səbəblərin kateqoriyasına görə də depressiyanı endogen və eksogen depressiyaya bölürlər. Endogen depressiya xarici faktorların təsiri olmadan insan əhval-ruhiyyəsinin dəyişməsidir. Eksogen depressiya isə xarici faktorlarla əlaqəli olan və insan əhval-ruhiyyəsinə təsir göstərən məqamları əhatə edir. Yəni burada nəyi nəzərdə tuturam? Düşünün ki, bir insan həyatında ağır bir məqamlar yaşayır və ondan sonra depressiya düşdüyünü zənn eləyir. Həqiqətən də yəni öz yaxınlarından birini itirir, gedir, ondan sonra depressiya əlamətlərini özünə müşahidə edir, gedir psixiatra və psixiatr ona güman ki, endogen yox, eksogen depressiya diaqnozu qoya bilər. Bir də var ki, insanın həyatında hər şey qaydasında gedir və insan depressiyada hiss edir özünü. Onun da növləri var. Mən sadə və qısa məlumat verəcəm. Baxırsınız ki, insanda hər şey durduq yerə depressiya düşür və burada artıq biraz məsələ dəyişir. Biz burada artıq xarici faktorları axtarmamalıyıq. Daxili faktorlara nəzər salmalıyıq. Nə mənada? Misal üçün insan hansı psixotik bir pozuntudan əziyyət çəkir. Bura bipolyar pozuntunu nümunə göstərə bilərəm. Bipolyar pozuntuda depressiv epizod var. Depressiv epizod nədir? Hansı ki, orada fazalar var. Depressiv faza və manik faza. Depressiv faza müəyyən bir müddət ərzində davamlı formada, misal üçün 3 ay, 2 ay və yaxud da 1 ay insanın depressiyada olmasıdır, heç bir səbəb olmadan. Bu müddət tamamlanandan sonra gəlir manik epizod, yəni insanın pik həddə özünü yaxşı hiss etməsi, uçmaq istəməsi, nə bilim, lazımsız risklərə getməsi, çoxlu pul xərcləməsi. Bu manik epizoddur, depressiv epizoddur, onun tam tərsidir. İnsan sanki bir dərin quyuya düşür, məcazi mənada. Bu, bipolyar pozuntuda görünən depressiyadır. Biz burada hansısa bir səbəb axtarmalı deyilik ki, insan bu hadisədən sonra belə bir vəziyyətə düşdü. O, sırf insanın daxilindəki o bəzi məqamlarla bağlıdır, hansı ki, onun səbəbləri də müxtəlif şəkildə açıqlanır. Neyrobioloji səbəblər göstərilir, irsi səbəblər göstərilir və yaxud da hormonal dəyişikliklər. Yəni, bunu tam olaraq mən düşünürəm ki, səbəbi bəlli deyil, ümumiyyətlə, psixotik pozuntularda. Və bu psixogen depressiyadır. Psixogen deyil, endogen, daha doğrusu. Psixogen depressiya, yəni eksogen dedim, bayaq yanlış olaraq. Psixogen depressiya isə bizim bu tanıdığımız klassik depressiyadır. Yəni, insanın hansısa bir hadisədən sonra yaşadığı bu motivasiya azlığı, əhval-ruhiyyə dəyişkənliyidir. İndi keçirik əsas məsələyə. Baxın, biz düşünürük ki, insan hansısa hadisəni yaşayır, o hadisə onu depressiya salır. Amma məsələ belə deyil. Heç bir hadisə insanı depressiya sala bilməz. O hadisəyə baxış tərzimiz bizi depressiya salır. Düşünün ki, iki qardaş olur, əkiz. Əkiz qardaş olur, əkiz qardaş ikisi də eyni yaşdadır. Təbii ki, təfəkkür tərzi fərqli ola bilər. Eyni yaşdadır və anasını itirir. Biri düşür depressiyaya, biri normal həyatına davam edir. Bəs düşünmürsünüz ki, hadisə baş verdi axı, yəni bu insana niyə təsir eləməsin, niyə depressiya salmasın hadisə? Eyni qardaş eyni anasını itirir, biri depressiya düşür, biri normal reaksiya verir. Bu nədən asılıdır? İnsanın təfəkkür tərzindən. Demək ki, bizim hadisələrə yanaşma tərzimiz əslində bizim əhval-ruhiyyəmizə təsir göstərir. Stoisizm fəlsəfəsində əslində bu fikir var və orada qeyd olunur ki, hadisələrə yanaşma tərziniz sizin əhval-ruhiyyənizi dəyişdirə bilir. Yəni, sən hadisələrə necə baxırsansa, sənin əhval-ruhiyyən, sənin psixoloji vəziyyətin ona uyğun şəkildə tənzimlənir. Eksogen, yəni, belə deyim, psixogen, daha doğrusu depressiyada əsas məqam budur ki, insanın hadisələrə, xarici faktorlara yanaşma tərzi onun əhval-ruhiyyəsinə təsir göstərir. Burada bir incə məqam var, hansı ki, biz düşünürük ki, hadisələr insan təfəkkürünü dəyişdirir, insan təfəkkürünə təsir göstərir, insan təfəkkürü hadisələrə məna verir. Bəs həmin o mənalardan necə pozuntular yaranır? Bir hadisə baş verir, ona verdiyimiz məna bizdə müxtəlif nevrotik pozuntular yaradır. Görürsünüz necə maraqlıdır. Yəni, necə bir məna çıxarırıqsa, ona uyğun şəkildə nevrotik bir pozuntu yarana bilər. Depressiyada isə əsas mənalandırma günahkarlıq fikirləridir.
Günahkarlıq fikirləri deyəndə nəyi nəzərdə tuturam? Yəni ki, insanın birinci növbədə özünə qarşı tənqidi fikirləri burada özünü göstərir. Məsələn, bir insan anasını itiribsə, o anası ilə bağlı xatirələrini araşdıran zaman onun özünə qarşı tənqidi fikirlərini biz tapmalıyıq. Onun depressiyadan çıxmasının təbii ki, yüngül və nisbətən orta ağır depressiyaları bura şamil edirəm. Ağır depressiyada dərman təyini mütləq şəkildə olmalıdır. Orta depressiyada da vacibdir. Yüngül depressiyada biz o insanla ünsiyyət qura biliriksə, təhlil etməyə o insan hazırdırsa, onun həmin şəxslə olan münasibətində özünə qarşı fikirlərini araşdırırıq. Güman ki, o anası ilə bağlı xatirələrini danışanda özünü tənqid eləyəcək. Yəni mən yaxşı oğul ola bilmədim. O onunla bağlı xatirəsini danışanda misal üçün anam məndən filan şeyi vaxtında istəmişdi. Mən bunu eləyə bilmədim. Məndən evlənməyi gözləyirdi. Mən bunu edə bilmədim. Mənim təcrübəmdə olub, hardasa bir 32 yaşında bəy olub və anası rəhmətə gedəndən sonra özünü depressiyada hiss edirdi. Depressiv əlamətlərlə gəlmişdi və məlum oldu ki, həqiqətən də o orta ağır depressiyadadır. Biz araşdıranda onun özü qarşı günahkarlıq fikirləri bununla əlaqələndirirdi ki, mən anama söz vermişdim ki, ailə quracağam 30 yaşıma qədər. Amma 32 yaşım oldu, mən ailə qura bilmədim. Anam da rəhmətə getdi. Mən artıq onun sözündən çıxmış oldum. Mən ümid edirdim ki, anam mənim toyumu görər, nə bilim, nəvəsini qucaqlayar, amma alınmadı. Baxın, özünə qarşı yenə tənqidi fikirlər burada özünü göstərir. Yəni bir insan fərqi yoxdur. Hansısa bir situasiya yaşamaya da bilərsiniz. Yəni kimisə itirməyə də bilərsiniz. Siz işdən çıxarıla bilərsiniz. Siz universiteti bitirə bilərsiniz. Ondan sonra bu məqamı yaşaya bilərsiniz. Baxın, görün, depressiya əlamətlərini yaşadığınız müddətdən əvvəl nə yaşamısınız? Yəni ki, mən durduq yerə psixogen depressiyanı yaşamıram. Nəsə baş verir, ondan sonra yavaş-yavaş bu mənim əhval-ruhiyyəmi dəyişir və depressiya yaranır. Depressiyanı araşdıranda da biz şəxsən bunu təhlil edirik. Sən depressiyadan əvvəl, yəni daha əvvəl özünü necə hiss edirdin? Yaxşı hiss edirdim, hər şey qaydasındaydı, hər şeyə motivasiya var idi. Bilmirəm nəsə oldu, belə oldum. Baxın, o bilmirəm, o incə xətt, o yaxşı olduğum məqam, pis olduğum məqamın arasında olan hadisələr nələr olub? Orada mənim özümə qarşı münasibətim necə olub? Mən özümü necə hiss edirdim? Mən özümə necə münasibət göstərirdim? İşdən çıxarıldım, depressiya düşdüm. İşdən çıxarılmaq səni depressiya salmır. İşdən çıxarıldığın üçün özünü qınayırsan, öz bacarıqlarına güvənmirsən, sən çox bacarıqsızsan, sən heç nə bilmirsən, sənin təcrübən azdır, sən heç nə eləyə bilməyəcəksən deyən o tənqidi səslər əslində səni depressiyaya salıb. Bu çox incə bir məqamdır və hazırda bu videonu izləyən psixoloqlardırsa, mən düşünürəm ki, sizin üçün böyük bir təlim funksiyasında daşıya bilər. Çünki depressiyada olan şəxsi həmin o çuxurdan çıxarmaq üçün inanın ki, heç nə kömək eləmir. O günahkarlıq fikirlərini siz aradan qaldırmasanız, ay nə bilim qidalanma terapiyası, ay nə bilim idmanla məşğul ol, get dəniz kənarına. Bunların heç biri depressiyanı aradan qaldırmır. Təfəkkür dəyişməsə, siz heç bir psixoloji problemi həll edə bilməzsiniz. Mənim bir danışanım da olub, hansı ki ailəsində problem yaşayırdı və depressiya əlamətləri ilə gəlmişdi. Deyir ki, mənə aləmdə qınayırlar ki, sən psixoloqa o boyda pul verirsən və gedib sadəcə söhbət edirsən. Mən onlara izah eləyə bilmirəm. Onlar isə mənə deyir ki, get dəniz kənarında hava al, get kitab oxu, bowling oyna. Xanım idi bu arada. Nə bilim, özünə məşğuliyyətlər tap fərqli, sən depressiyadan çıxacaqsan. Xeyr, elə bir şey yoxdur. Və yaxud da sən Allaha bağlı deyilsən, ona görə depressiyadasan. Belə bir şey mümkün deyil. Mənim burada dini inanclarımı sorğulamağa çalışan şəxslərə fikrim budur ki, mən ümumiyyətlə dini inancım barədə heç bir yerdə məlumat verməyi sevmirəm. Yəni, hər kəsin inancı özünə görədir. Sadəcə onu qeyd etmək istəyirəm. Bizim dinimizdə elə bir şey yoxdur ki, Allaha sən bağlı olsan, sən depressiya düşməzsən. Elə bir məqam yoxdur. İnsan Allaha inana bilər. Çox yaxşı, mərhəmətli bir insan ola bilər. Amma yenə də depressiya düşə bilər. Çünki özünə qarşı günahkarlıq hissi, o tənqidi fikirləri olan bir insanın təfəkkür tərzi o formadadır. Nə qədər Allaha dua etsən belə, ona yalvarsan belə, bu səni müəyyən səviyyədə tənzimləyə bilər. Amma özünə tənqidi fikirlərini azaltsan, Allaha daha çox bağlana bilərsən. Zaten bizə dində də buyurulub ki, Allah insana zülm etmir. İnsan özü özünə zülm edir. Bəs bu haqda düşünmüsünüz ki, bu ayənin mahiyyəti nə ola bilər? Yəni sən özünlə bağlı mənfi düşüncələr içərisindəsənsə, mikrofon işləyir.
Özünlə bağlı tənqidi fikirlər içərisindəsənsə, özünü qəbullanmaqda çətinlik çəkirsənsə, özünü bir heç hesab edirsənsə, özünə zülm eləmiş olursan və bu özünə etdiyin zülm də həyatında müxtəlif şəkildə, müxtəlif formalarda özünü göstərməyə başlayacaq. Bu depressiyanın səbəbi haqqındaydı. Yəni orada yazırlar, siz nə qədər ChatGPT-yə yazsanız, nə bilim, müxtəlif platformalarda görsəniz, müxtəlif səbəblər göstərirlər də. Yəni travmatik ailə təcrübəsi, boşanma, nə bilim, övladını itirmə, bunlar situasiyalardır. Təfəkkür tərzinin necə dəyişməsi, ona necə məna verməsi haqqında heç kim heç bir şey demir. Əsas məsələ budur. Özünü tənqidi fikirlər, özünü günahlandırma və günahkarlıq hissi. Depressiyanın əsas səbəbi budur. Əsas məsələyə gəldik. Depressiyanın müalicəsində hansı istiqamətdə addımlar atmaq lazımdır? Necə edək ki, biz depressiyada olan bir şəxsi vəziyyətdən çıxaraq, özümüz psixoloq olmasaq belə, o insana necə dəstək ola bilərik? Həmçinin özümüzə necə dəstək ola bilərik? Çünki depressiyadan əziyyət çəkiriksə, bu barədə sizə detallı məlumat verəcəm. Həmçinin qısa xarakter daşıyır videonun mahiyyəti. Çünki bilirəm ki, uzun videoları izləməkdə siz də mənim kimi çətinlik çəkirsiniz. Özünün tənqidi fikirlər olduğunu bildik. Yəni səbəbi biləndən sonra insan o səbəbi aradan qaldırmaq üçün düşünürəm ki, yollar fikirləşə bilər. İlk növbədə depressiyanın müalicəsində belə deyim, ağır və orta ağır depressiyada dərman müalicəsi mütləqdir. Yəni ağır və orta ağır təbii ki, əlamətlərin sayına görə onu psixiatr təyin edir, hansı dərəcə ağırdır, hansı ortada, hansı yüngüldür. Bu varsa, psixiatr bir antidepressan təyin edir. Antidepressan nisbətən insan əhval-ruhiyyəsini yaxşılaşdırır, amma psixoloq dəstəyi vacibdir. Psixoloq dəstəyi olmasa, düşünün ki, sizi belə deyim, o içkili insanlar olur, bir problem yaşayır, gedir, içir, bir müddət özünü çox yaxşı hiss edir. Bax, onun kimi bir şeydir. O içkinin təsiri gedəndən sonra o insan düşür bir boşluğun içərisinə. İçki olanda da insan düşünə bilmir, düşünmə bacarığını itirir. Beləcə də antidepressanlar insanın beynini keydir, müəyyən qədər reallıqdan uzaq saxlayır, səni düşünməyə qoymur və sən qalırsan belə havada, uçursan da, yəni vetsiz yanaşırsan hər şeyə. Amma bu sənin sağlam olduğun, sağaldığın anlamına gəlmir. Psixoterapiya bununla paralel şəkildə olmalıdır. Psixoterapiya da psixoloq tərəfindən aparılır, bunu bilirsiniz. Və burada da özünü tənqidi fikirlərlə işləmək, həmin o hadisələri araşdırmaq ön planda olur. Mənə müraciət edən şəxslərin depressiya ilə müalicəsi, belə deyim, yüngül depressiyadan müalicəsi çox qısa deməyəcəm, amma yüngül depressiyanın müalicəsi şəxsdən şəxsə görə dəyişir, amma təhlil, analiz etmək bacarığı yüksək olan bir şəxsi tez bir zamanda bu problemi aradan qaldıra bilirik. Lokal terapiya var, hansı ki, burada şəxsin o yaşadığı hadisələrdə özünə günahkarlıq fikirləri olur. Onları aydınlaşdırandan sonra bir belə aramlıq gəlir ki, yəni mən buna görə üzülürəmmiş, mənim təfəkkürümdə olan bu düşüncələr necə mənim əhvalıma təsir göstərə bilərmiş. Bu lokal terapiyadır. Lokal terapiya zamanı insan özünü yaxşı hiss edir. Bir də var ki, daha geniş və dərin terapiya. Burada isə insan günahkarlıq kompleksi necə yaranıb bu insanda, hansı fikirlər əsasında bu günahkarlıq kompleksini yaşayır. Günlük həyatında bu kompleks onun əhval-ruhiyyəsinə, onun qərarlarına necə təsir göstərir. Bunun üzərində çalışırıq ki, bu artıq insanın aydınlanmasıdır, dərinləşməsidir. İnsan özünü kənardan baxmağa başlayır. Reaksiyalarına, indiyə qədər verdiyi qərarlara, o qərarlara hansı ehtiyacları təkan verib, hansı kompleksləri, həmin qərarları verməyə onu vadar edib. Bununla bağlı təbii ki, təhlillər aparırıq. Bu öz yerində, dediyim kimi, psixoterapiya da buna diqqət yetiririk. İndi siz özünüz əgər depressiyadan əziyyət çəkdiyinizi düşünürsünüzsə, yüngül depressiyadırsa, düşünürsünüz ki, həyata marağım, həvəsim azalıb, amma nisbətən özümü yaxşı hiss etdiyim anlar da olur. Burada baxın, nədən istifadə edə bilərsiniz? Gəzintidir, nə bilim, özünə xoş, maraqlı, faydalı bir şeylər etməkdir, əylənməkdir. Bunlar qaçış vasitəsidir. İnsan özünü maskalayır. Baxın, gedir əyləncə mərkəzlərində belə gülür, evə gəlir, bütün günü ağlayır, bütün günü, nə bilim, özünü bədbəxt hiss edir, həyatda hər şeydə məhrum hiss edir, nə bilim, boşluqda hiss edir. Bu maskalanmış depressiyadır. Siz nə edə bilərsiniz? Təfəkkür tərzinizlə işləyin. Baxın ki, nələr yaşamısınız və ona necə məna verirsiniz? Özünüzü qınayırsınızmı? Münasibət yaşayıb mən depressiya düşdüm. Necə yanaşmısınız? Hansı fikirlər yaranıb sizdə o münasibətlə bağlı? Ay, mən filan davranışları etməsəydim o məndən ayrılmazdı. Elə bir şey yoxdur.
Siz sadəcə ona elə məna vermisiniz. Nisbətən özünüzə haqq qazandırın. Hadisələri düzgün şəkildə, yəni kənardan bir insan kimi təhlil eləyəndə insan orada yəni yanlış düşündüyünün fərqinə varır. Məsələ budur. Bunu təyin edəndən sonra əhval-ruhiyyənizin dəyişdiyini müşahidə edəcəksiniz və günahkarlıq kompleksinə bağlı araşdırma edin. Depressiyada olan insanın günahkarlıq kompleksinin olmaması qeyri-mümkündür. Bu kompleksi aydınlaşdırsanız, onun üzərində çalışsanız, sizin depressiyaya düşmə ehtimalınız sıfır deməyəcəm, amma minimum səviyyəyə enir. Belə, daha sonra burada əsas məqamları da qeyd edeyim, fırıldaqlara aldanmayın. Sənin qidalanmana diqqət yetirsən, depressiyan düzələcək. Boş bir şeydir. Boş, çox mənasız, çox elmi bir əsası olmayan fikirdir. Heç bir xeyri faydası yoxdur. Gəzsən, dəniz kənarına çıxsan, səyahətə çıxsan, sənin depressiyan düzələcək. Eləməyin qətiyyən. Ancaq dərman təyini olsa, sənin depressiyan düzələcək. Belə bir şey qeyri-mümkündür. Endogen depressiyadan əziyyət çəkirsə, ümumiyyətlə psixoterapiya o insana yaramır. Yeganə pozuntudur, mən deyərdim ki, psixotik pozuntuların içərisindəki ona ümumiyyətlə psixoloq müdaxiləsi lazım gəlmir. Digər pozuntularda psixoloq müəyyən qədər onu tənzimləməyinə köməklik göstərir. Amma endogen depressiyadır, yəni bipolyar pozuntunun içərisinə gedən depressiyaya psixoloq müdaxiləsi lazım deyil. Yəni elə şəxsləri ümumiyyətlə mən qəbul etmirəm. Psixiatra yönləndirirəm və psixiatr ona sadəcə dərman təyin edir. Belə biraz hava soyudu. Düşünürəm ki, bu qədər yetərlidir. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, video marağınıza səbəb olacaq və mən aldanmamaq üçün pozuntular haqqında sadə və bir çox psixoloqlardan daha yaxşı məlumat əldə etməyiniz üçün sizinlə maraqlı fikirlərimi bölüşəcəm. Münasibətlər haqqında danışmaq istəyirəm növbəti videoların birində. Aslı münasibətlər. Bu barədə də fikriniz varsa aşağıda qeyd edə bilərsiniz. Bundan əlavə sizin marağınıza səbəb olacaq hansısa bir mövzu varsa bunu da yaza bilərsiniz. Mən o haqqda mütləq şəkildə video hazırlayaram. Hələlik özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik.